İsa, Bəli. sənə bir neçə sual yazmışam, tamamlanmamış cümlələr və sən onları oxuyub tamamlayacaqsan, tamam? Tamam. Demək ilk sualımız. Mənim ən sevdiyim xüsusiyyətim Mənim ən sevdiyim xüsusiyyətim. İsa'nın ən sevdiyi xüsusiyyət? yatmaq. Yatmaq. Daha sonra 2, mənim bacardığım bir iş. Mənim bacardığım bir iş Aha. yemək pişirmək. Aferin balama. Məni sevindirən şey, İsa'nı sevindirən şeylərdə nə yazırsan? Oxu görək. Nənəm, babam, əmim. Onlar səni sevindirirlər. Məni kədərləndirən şey, İsa'nı kədərləndirən nədir? Dostu xəstələnərsə kədərlənər. Aferin balama. Böyüyəndə kim olmaq istəyirsən? Polis. 6-cı cümləmiz özümə. Özümə söz verirəm ki, üzr istəyirəm. Özümə söz verirəm ki, üzr istəyəcəm. Yəni İsa'nın səhvi olarsa nə edəcək?